Salam əziz dəyərli izləyicilər, hər birinizi xoş gördük. Biz bugün sizinlə feilin sadə şəkilləri haqqında danışırıq. Feilin şəkilləri dedikdə bu anlayış təsriflənən feillərə aiddir. Təsriflənən feil nədir? Şəxsə və kəmiyyətə görə dəyişə bilən, yəni şəxs sonluqlarını qəbul edib birinci, ikinci, üçüncü şəxsin təki və cəmində dəyişə bilən feillərdir ki, bunlar təsriflənən feillər adlanır. Bəs bu şəkillər nə zaman formalaşır? Bunların yaranmasına ehtiyac nədir? Danışanın hərəkətə münasibətindən formalaşır feilin sadə şəkilləri. Yəni əmr, xəbər, lazım, arzu, vacib, şərt şəkilləri danışanın hərəkətə münasibətindən. Danışan əmr eləyə bilər, danışan təkid edə bilər, danışan xahiş eləyə bilər, məsləhət eləyə bilər, arzu eləyə bilər və ilaxır. Bu yöndən formalaşır, yəni bu şəkillər. Bəs bu şəkillər necə düzəlir? Bu şəkillər müəyyən şəkilçilər vasitəsilə, qrammatik şəkilçilər vasitəsilə düzəlir. Bunların bir digərindən fərqlənə bilir. İndi biz əmr şəklindən danışaq. Əmr şəklinin necə yaranması, əmr şəklinin nə olması haqqında məlumat alaq. Əmr şəkli təkid bildirən, əmr edən, xahiş, məsləhət, tələb edən bir şəkildir. Yəni əmr şəklinin özünə məxsus heç bir şəkilçisi, qrammatik şəkilçisi yoxdur. Bəs əmr şəkli necə yaranır? Əmr şəkli feil və feilin kökünə və ya başlanğıc formasına şəxs sonluğunu artırmaqla yaranan bir şəkildir. Niyə başlanğıc forması deyirəm? Yəni, uşaqlar, diqqətlə qulaq asın. Burada feilin kökü, məsələn, oxu. Mən oxuyum, düzdürmü? Oxu feilin köküdür. Yetişdirici isə şəxs sonluğudur burada. Birinci şəxsin təkinə məxsus şəxs şəkilçisidir. Bəs başlanğıc forma nədir? Mən gözləyim. Fikir verirsiniz, gözləmək sözünü düzəltmədir. La burada leksik şəkilçidir. Fonetik səsləməsinə görə mən gözləyim formasında tələffüz olunur. Aydın oldu mu? Ona görə deyirik ki, feilin kökü və başlanğıc formasına qoşulan şəkilçilər əmr şəklini yaradır. Daha doğrusu şəxs şəkilçiləri əmr şəklini yaradır. Eyni zamanda bəs inkarı necə olur? Eynən elə təsdiq necədirsə, mən oxuyum, mən oxumuyum. Fikir verirsiniz, ma inkar şəkli tələffüzə görə o şəklində burada ma açıq sayt, qapalı saytı çevrilir. Mən gəlməyim, mən gəlməyim. Fikir verirsinizmi? Yəni burada ma inkar şəklisi ilə də əmr şəkli bu formada yaranır. Mən oxuyum, sən oxu, o oxusun. Gördünüzmü? İkinci şəxsin, yəni təki şəxs sonluğu qəbul eləmədi. Oxu, elə feil olaraq qaldı. Cəmə keçək. Biz oxuyaq, siz oxuyun, onlar oxusunlar. Fikir verirsinizmi? Siz oxuyun, burada vurğu yoxdur. Siz oxuyun, şəxs sonluğu burada vurğu qəbul eləmir. Ümumiyyətlə qeyd eləmək istəyirəm ki, vurğu qəbul edən elə şəkilçilər əmr şəklinə aid olan, yəni bu şəxs şəkilçiləri elə məhz əmr şəklinə aiddir. Digər şəkillərdə fərqli şəkillər qabağımıza çıxır, yəni şəkilçilər qabağımıza çıxır, onu qeyd eləmək istəyirəm. Əmr şəklinə aid olan şəkilçilər xüsusi olaraq elə əmr şəklinə aiddir. Mən gəlim, sən gəl, o gəlsin. Əmr şəkli haqqında daha nə deyə bilərik? Burada əmr ədatları ilə də işlənə bilər. Yəni əmr şəkli, məsələn, qoy evə gəlsin, görün, qoy elə əmr ədatıdır. Dərsini yaxşı oxu, ha qüvvətləndirici ədat olmaqla əmr şəklinə qoşulanda məhz əmr ədatıdır. Bunu diqqətinizə çəkmək istəyirəm. Daha nə bilək əmr şəkli haqqında? Feilin əmr şəklində olan cümlələr elə əmr cümlələridir. Sintaksisdə məqsəd və intonasiyaya görə keçdiyimiz cümlə növlərindən əmr cümlələrini biz keçirik və onların sonunda nöqtə qoyuruq. O zaman da deyəcəyik ki, feilin əmr cümlələri feilin əmr şəkli ilə yaranan cümlələrdir. Fikir verirsinizmi? Burada əlaqələnmə elədim ki, diqqətiniz bu 3-cü qruplar imtahan verir. Bu məsələlər qabağınıza çıxanda elə köməyinizə gəlsin. Əmr şəkli hansı sual cümləsinə çevrilə bilirmi? Diqqət eləyək. Təbii ki, biz ikinci şəxsin təki və cəmini sual cümləsinə çevirə bilmərik. Digər hallarda isə əmr cümləsi asanlıqla, əmr şəkilli feillər asanlıqla elə əmr cümləsinə də çevrilir. Mən oxuyum sual verə bilirik. Amma 2 və 3-cü şəxsin təkində olan əmr şəkilli feillər ilə yaranan cümlələr
çevrilə bilmir, yəni sual cümləsinə. Eyni zamanda əmr şəklində olan bu feillər əmr cümləsini yaradaraq yüksək hiss, həyəcanla dedikdə elə nida cümlələrinə də çevrilir. Yaşasın Azərbaycan. Fikir verirsinizmi? Burada hiss ifadə elədiyinə görə əmr cümləsi əmr şəkli ilə ifadə yaşasın cümləsi çevrilir nida cümləsinə. Feilin əmr şəkli haqqında sizə deyə biləcəyimiz anlayışlar bu qədər idi. Yəni qeyd elədik ki, feil əmr şəklində olanda özünə məxsus bir qrammatik şəkilçi istəmir, yoxdur. Əmr şəklinin qrammatik şəkilçisi yoxdur. Onu da qeyd edeyim ki, əmr şəkli idi, imiş, isə hissəciklərinin heç birini qəbul eləmir. Feilin xəbər şəkli. Bu şəkil də özünə məxsus xüsusiyyəti ilə yaranır. Yəni, bunun da özünə məxsus şəkilçisi yoxdur, qrammatik şəkilçisi yoxdur. Bəs xəbər şəkli necə düzəlir? Xəbər şəkli zaman şəkilçiləri ilə düzəlir. Biz bilirik ki, 3 zamanımız var. Keçmiş zaman, gələcək zaman, indiki zaman. Burada zaman haqqında anlayış verim mən sizə. Yəni, keçmiş zaman özü iki cür olur. Şuhudi keçmiş, yəni şahidin olduğu keçmiş. Şuhudi şahid deməkdir burada. D şəkilçisi ilə düzəlir. Yazdım, sən yazdın, o yazdı. Burada fikir verin, üçüncü şəxsin təki şəkilçi qəbul eləmədi şuhudi keçmişdə. Dedim ki, xəbər şəkli necə yaranır? Xəbər şəkli feilin kökü başlanğıc formasına inkarda daxil olmaqla təsdiqdə və inkarda olmaq fərq eləmir. Eyni zamanda zaman şəkilçilərinin hər birini artırmaqla biz xəbər şəkilçisini yaratmış oluruq və sonra da şəxs sonluqları. Zaman dedikdə biz anlayış verdim ki, biz keçmiş zaman iki cür olur. Şuhudi nəqli keçmiş, nəqli keçmiş mış şəkilçisi ilə, yəni nəqli olunan daha uzaq keçmişdir. Eyni zamanda nəqli keçmişin mış şəkilçisi həm də 2 və 3-cü şəxsin təki və cəmində ıb şəkilçisi ilə əvəz oluna bilər ki, biz gündəlik məişət dilimizdə ıb şəkilçisi ilə daha çox danışırıq, amma oxu dilində mış şəkilçisindən istifadə edirik. Məsələn, mən yazmışam, sən yazmışsan, o yazmışdır. Biz yazmışıq, siz yazmışsınız, onlar yazmışlar kimi zaman şəkilçisi nəqli keçmişdə dəyişmiş olur. Bəs bunun özünə məxsus hansı xüsusiyyətləri var? Bayaqlar dedim ki, mış şəkilçisi 2 və 3-cü şəxslərdə ıbla əvəz ola bilər. Mən yazmışam, sən yazıbsan, o yazıbdır. Biz yazmışıq, siz yazmışsınız, siz yazıbsınız və ilə axır. Onlar yazıblar və ilə axır. Görürsünüzmü? İndi bəs ikinci şəxsə diqqət edək. Siz gəlmişsiniz. Burada şı düşə də bilər, düşməyə də bilər. Siz gəlmişsiniz, yəni ixtisar oluna bilər. Əslində burada mış şəkilçisinin m şəklində qalmasıdır. Yəni şı burada ixtisar olunub düşə də bilər, qala da bilər. Bəzi məqamlarda tələffüzə, şəxs sonluğunun tələffüzünə də diqqət eləmək lazımdır. Siz gəlmişsiniz, siz gəlmişsiniz. Xoş gəlmişsiniz. Gəlmişsiniz şəklində tələffüz olunur. Yəni siniz yox, siz şəklində tələffüz olunur. Onlar oxumuşlar, onlar yazmışlar və ilə axır. Bu da nəqli keçmişə görə dəyişmədir. Bəs indiki zaman burada nə baş verir? İndiki zamanda da ır şəkilçisi ilə yaranır. Mən yazıram, sən yazırsan, o yazır. Yəni də üçüncü şəxs şəkilçi qəbul eləmədi və oxşar cəhətləri qeyd edin. Əmr şəklində ikinci şəxsin təki şəkilçi qəbul eləmirsə, şuhudi keçmişdə üçüncü şəxsin təki, indiki zamanda da üçüncü şəxsin təki şəkilçi qəbul eləmir. Biz yazırıq, siz yazırsınız, onlar yazırlar. İndi biz yazırıq, siz yazırsınız, siz şəklində tələffüz olunur, onlar yazırlar kimi də tələffüz şəklində işlənə bilir. Bundan başqa, indiki zamanda inkarda nə baş verir? Çünki biz demişdik ki, inkar ma şəkilçisi, yəni sonu saitlə bitir. İndiki zaman şəkilçisi də ır saitlə başlanır. İki saitin burada toqquşması səs ağırlığı yaratdığı üçün inkar şəkilçisi a saitini itirir. Məsələn, gəlmə irəm əvəzi gəlmirəm. Görürsünüzmü? M burada tək qaldı. Yəni a saitini itirmiş oldu.
Feilin gələcək zamanı necə yaranır və gələcək zamanda hansı məqamlar üzə çıxır, ona diqqət eləyək. Feilin gələcək zamanı iki cür olur: qəti gələcək və qeyri-qəti gələcək. Qəti gələcək acaq şəkilsindən yaranır. Fikir verək, mən oxuyacağam, sən oxuyacaqsan, o oxuyacaqdır. Biz oxuyacağıq, siz oxuyacaqsınız, onlar oxuyacaqlar. Fikir verdinizmi? Qəti gələcəkdə bütün şəxslər tək və cəmdə şəxs onluğunu qəbul elədi və sınız, oxuyacaqsınız, yenə də oxuyacaqsınız kimi tələffüz olundu. Eyni zamanda onu da diqqət eləyək ki, acaq şəkilsi özü q və k ilə bitdiyindən tələffüz qaydası da q, x kimi, k da iyıq kimi, yəni işləyəcəksiniz kimi tələffüz olunur. Bu məqamlara diqqət eləmək lazımdır. Nəinki sözün kökündə, hətta bilirik ki, şəkilçilərin özündə də tələffüz fərqi yaranır və bəzi testlərdə elə bu məqamı bizdən soruşurlar. Bundan başqa feilin gələcək zamanı yenə də inkarından işlənəndə qəti gələcək. Ma şəkilçisi öz yerində qalır. Ma inkar şəkilçisi yerində qalır. Amma qeyri-qəti gələcək zaman şəkilsi ar, ər şəklində olduğundan, həm də bu indiki zamanda da, yəni bayaq qeyd elədim, indiki zamanda da baş verir, qeyri-qəti gələcək zamanda da. Səbəb nə idi? Səbəb bu iki şəkilçilərin saitlə başlanmasıdır ki, inkar şəkilsinin özü də saitlə bitir. Yəni iki sait dil ağırlığı yaratdığı üçün ma inkar şəkilsini itirir, m şəklində tək qalır. Məsələn, mən gəlmərəm əvəzinə mən gəlmirəm. Fikir verdiniz? İndi misal göstərək. Mən gəlmirəm, sən gəlmirsən, o gəlmir. Bunu da müqayisə eləyə bilərik. Feilin qəti gələcək zaman şəkilsində bütün şəxslər işləndiyi halda feilin qeyri-qəti gələcək zamanda üçüncü şəxsdə şəkilçi yoxdur. Eyni zamanda dır şəkilsini də qeyd edeyim ki, o gəlmişdir əvəzinə o gəlmişdir və yaxud o gələcəkdir əvəzinə o gələcəkdir. R samiti də burada tələffüzdə düşə bilir, dəyişmə baş verir, yəni tələffüz fərqi yaranır, bunu demək istəyirəm. İnkarında da qeyd elədiyimiz kimi qeyri-qəti gələcək zamanda ar şəkilçisi R samitinin Z samitinə keçməsini müşahidə edirik. Nə zaman baş verir bu? İkinci və üçüncü şəxsin təki və cəmində. Fikir verin, mən işləmərəm, sən işləməzsən. Rızıya çevrildi. O işləməz. Biz işləmərik. İyi şəklində. Biz işləmərik. Siz işləməzsiniz. Onlar işləməzlər. Kimi inkarı da bu formada yaranmış olur. Ümumiyyətlə onu qeyd edeyim ki, feilin xəbər şəkli yalnız zaman şəkilçiləri ilə düzəlir. Yəni bu məsələdə diqqətinizdə qalsın. Harda zaman şəkilsi gördük, deməli feilin xəbər şəklidir. Bəs feilin vacib şəkli necə yaranır? Vacib şəkli işin, hərəkətin vacib olduğunu bildirən bir şəkildir. Malı, burada özünə məxsus şəkilçi var. Malı şəkilçisi ilə yaranır. Lakin biz bunu diqqətli olmalıyıq testlərdə. Məntiqinizə əsaslanaraq feili sifəti və yaxud da ki, sifəti vacib şəkildən fərqləndirməliyik. Məsələn, büzməli paltar burada vacib şəkil ola bilməz ki. Necə paltar? Büz feilindən büzmə isim, büzmə ismindən də büzməli sifəti yaranır. Aha. Görürsünüzmü? Burada düzəltmə feildir, sifətdir. Amma mən büzməliyəm, sən büzməlisən, o büzməlidir. Görürsünüzmü? Malı şəkilsini qəbul eləyən feil də şəxs və kəmiyyətə görə hər üç şəxsdə təkdə və cəmdə şəxs sonluğunu nə etmiş olur? Qəbul etmiş olur. Bəs vacib şəklin inkarı necə yaranır? Vacib şəklin inkarı həm ma inkar şəkilçisi ilə, həm də deyil sözü ilə yarana bilir. Mən yazmalı deyiləm, mən yazmalı yazmamalıyam. Qeyd elədik ki, feilin vacib şəkli idi, imiş, isənin hər üçünü qəbul edən bir şəkildir. Feilin xəbər şəklində bəzi məqamlarda bu məsələlər dəyişir. Yəni, qəbul edən şəkil də var. Yəni, gələcək zaman haqqında onu deyə bilərik ki, hər üçünü qəbul edən bir zamandır. Həmin gələcək, həm də qeyri-qəti gələcək. Nəqli keçmiş hər üçünü qəbul edən bir yəni idi, imiş, isənin hər üçünü qəbul edən bir şəkildir. Amma şühudi keçmiş, məsələn,
mış və idini qəbul eləmir. Yalnız isəni qəbul edir. Bu məqamlarda diqqətimizdə qalsın. Bundan başqa feilin lazım şəkli. Feilin lazım şəkli aslı şəkilsi ilə düzəlir. Yəni biz burada sxemlər üzərində də yazmışıq feil şəkillərinin düsturunun necə yaranır. Feil aslı şəkilsi, aslı ya da burada biçdirici samitdir. Mən gələsi deyiləm, sən gələsi deyilsən, o gələsi deyil. Fikir verdiniz burada lazım şəkli qalır yerində. İnkarı deyil sözünün şəxsonluğunu qəbul etməsi ilə yaranır. Yəni lazım şəkli özü inkara görə şəxsonluğunu qəbul eləmir. Və lazım şəklinin inkarı mailə deyil, məhz deyil şəkilsi ilə düzəlir. Eyni zamanda lazım şəkli də bütün iri, imiş, isə hissəciklərini qəbul edən bir şəkildir. Lazım şəklini də biz feil sifətlə qarışdırmamalıyıq. Məsələn, görüləsi iş, burada necə iş? Görüləsi iş. Görürük ki, feil sifətdir. İşlənmə yerinə məntiqimizdə də əsaslanır və işlənmə yerinə görə də biz bu məsələləri bilməliyik. Və feilin lazım şəkli isə şəxsə, kəmiyyətə görə dəyişə biləndir. Şəxsonluğunu qəbul edən feildir ki, hərəkətin də lazım olduğunu ifadə edən bir şəkildir. Feilin arzu şəkli necə yaranır? Feilin arzu şəkli A, ya şəkilsi ilə düzələn bir şəkildir. Arzu bildirən, arzu olunan, hərəkətin arzu olunmasını ifadə edən bir şəkildir ki, feilin özünə məxsus şəkilsi var. A, ya. Mən oxuyam, sən oxuyasan, o oxuya. Biz oxuyaq, siz oxuyasınız, onlar oxuyalar. Fikir verdinizmi? Şəxsonluqlarının hamısını qəbul edir. Onlar oxuya. O oxuya. Üçüncü şəxs qəbul eləmir. Xeyr. Bundan başqa arzu şəklində nə var? Arzu şəkli arzu ədatları ilə, kaş, təki, bar, gərək arzu ədatları ilə də yarana bilir. Mən kaş oxuyam, sən kaş oxuyasan, o kaş oxuya. Eyni zamanda arzu şəkli idi, imiş, isə hissəcikləri ilə, isə ilə işlənə bilmir. Ümumiyyətlə feilin şəkillərindən şərt, arzu və bir də əmr şəkli heç birini qəbul etməməklə arzu şəkildə isə şərtlə isəyə görə dəyişə bilməyən, şuhudi keçmiş şəkilçisi isə mış və idi və imişi qəbul eləməyən bir şəkildir ki, bunlar haqqında da mən sizə qısa məlumat verim. Bundan başqa biz feilin arzu şəklində də bir balaca tələffüzlərə fikir vermək lazımdır. Onu da diqqətinizə, onlar oxuyalar. Burada çoxu elə bilir ki, bu feilin gələcək zaman qeyri-qəti formasıdır. Ona görə çaşqınlıq yaranır. Məsələn, mən qalayım, sən qala, o qalasın. Burada qala sözünə fikir verin. Qalamaq feilidir. Qala sözü ilə omonim deyil. Yəni, burada qrammatik şəkilçi olaraq A şəkilsinə xüsusi diqqət eləmək lazımdır. Qalamaq, mən qalayım, sən qala, o qalasın. Üzr istəyirəm, qalamaq feilidir burada. Omonimlik yaradır feillə, qala feili ilə. Amma kaş o qala, qalmaq feili. Diqqət edin, burada sözün kökü qaldı, amma burada arzu şəklinin şəkilçisi var. Onu diqqətinizə çatdırmaq istəyirəm. Bəzi belə oxşarlıqlara, bənzərlərə nə etmək lazımdır? Fikir vermək lazımdır. Feilin şərt şəkli bəs necə yaranır? Feilin şərt şəkli sa-sə şəkilsi ilə, yəni şərt ifadə edən bir məzmuna malikdir. Burada da bəzi məqamlar var, buna da münasibət bildirək. Feilin şərt şəklini yaratmaq üçün biz şərt şəklinin məhz feilin kökü və başlanğıc formasına, eyni zamanda inkarına qoşulması ilə öyrənə bilərik. Yəni, demək istəyirəm ki, feilin şərt şəklini sa, yalnız və yalnız feilin kökü və başlanğıc formasına eyni zamanda inkara qoşulması ilə ifadə edə bilərik. Digər tərəfdən biz bunu isə ilə qarışdıra bilərik. Necə ayırt edirik? Feilin şərt şəklimi, yoxsa isənin ixtisarı mı? Bunları bir-birindən necə fərqləndirək? İlk əvvəl onu deyim ki, feilin şərt şəkli hərəkətin icrasını tələb edən, yəni şərtlə tələb edən formadır, şəkildir. Yəni biz bayaq da demişdik ki, danışanın
hərəkətə münasibətini ifadə edir. Amma isə şərt məzmunludur. Yəni feilin şərt şəkli birbaşa feilin özünə qoşulur. Yalnız da feildə olur. Feilin başlanğıc formasına və feilin inkarına qoşulur. Zaman şəkilçilərindən əvvəl gəlir. Amma isə şəxs sonluğundan sonra gələ bilir, zaman şəkilçilərindən sonra gələ bilir. Feilin şərt şəklinin şəkilçisi birbaşa feilin öz şəkilçisidir. Yəni şərt şəklinin şəkilçisidir. isə həm digər formalara qoşula bilir və hətta digər nitq hissələrinə də qoşula bilir. Feilin şərt şəkli müstəqil cümlə, müstəqil xəbər ola bilmir. Müstəqil işlənə də bilmir. Feilin şərt şəklindən sonra vergül qoyulur. Feilin şərt şəkli sintaksisdə mürəkkəb cümlələrdə budaq cümlədir, yəni asılı tərəfdir. Əgər yağış yağsa, məsələn, yarış baş tutmaz fikir versə, yağsa və yaxud dediyim kimi feilin özünə qoşulub, başlanğıc formasına qoşulub. İndi burada yazdırsaq, məktub yazdırsaq, fikir verin, yazdırmaq başlanğıc formada olan feildən feil düzəldən sözdür burada. Yəni birbaşa da şərtdir. Və yaxud işləsək, yəni biz işləsək, görürsünüzmü? Burada işlə başlanğıc formatıdır. Yəni işləməsək, ma-inkar şəkilsinə də qoşulur. Bunlar şərtdir. Yəni demək istəyirəm ki, sadəcə birbaşa şərtin feilin kökünə və əsasına, başlanğıc formasına qoşulur. Amma isə zaman şəkilsiz şəxs sonluğundan sonra da işlənə bilir. Eyni zamanda isə digər yazdırmışdımsa, digər hissəciyə də qoşulur. İdinin də ixtisarına qoşula bilir, imişin də ixtisarına hətta özünə belə qoşula bilir. Bu məqamlara da diqqət eləmək lazımdır. Eyni zamanda bəzi sözlər var ki, biz orada sanın şərt və yaxud isə olmasına diqqət eləyək. Məsələn, uçursa. Burada vurğu da bizim köməyimizə gəlir, diqqət eləyək. Keçirsə, keçirsə, bişirsə, bişirsə, bu sözlər, yəni içirsə, içirsə, qoparsa, qoparsa, bu sözlərə diqqət eləyək, hansı məqamlara? Məsələn, qız çərpələng uçursa, çərpələngi uçursa, burada təsiri halını tələb eləyən feildən feil düzəlir, yəni bu düzəltmə başlanğıc formadır, feildən feil yaranır, burada birbaşa şərtdir. Amma deyirəm ki, uçursa, fikir verin, vurğu buradadır, amma digər tərəfdə isə vurğu şərt şəklinin üstünə düşür. Çərpələng uçursa, çərpələng burada adlı qaldı, cümlənin mübtədası oldu və o zaman uçursa burada necə oldu? Feil, zaman şəkilçisi və isə. Balıq bişirsə, balıq yəni özü bişirsə, bir də anam balıq bişirsə. Fikir verin və bu məqamlarda, bu kimi sözlərdə diqqətli olmaq lazımdır ki, leksik şəkilçi ilə zaman şəkilçisi. Qoparsa sözünə baxaq. Qoparsa. Yarpaq budaqdan qoparsa. Burada zaman şəkilçisidir, vurğu özünü göstərir. Yəni bu da isədir. Kökü budağından qoparsa, nə etsə, qoparsa, fikir verin, şərt yarandı. Burada da şərtdir, çünki burada ar artıq leksik şəkilçidir, feildən feil yaranır. Fikir verirsinizmi? Bu məqamlara da nə etmək lazımdır? Diqqət etmək lazımdır. Feilin şərt şəkli haqqında dediklərimiz bu qədərdir. Bağlayıcılarla işlənir. Əgər bağlayıcısı ilə, hər gah bağlayıcısı ilə işlənir, arzu şəklində də demişdik, ədatlarla işlənir və bəzi məqamlara diqqət eləyək. Hansı məqamlardır? Ağlaram ağlar kimi. Ağlaram. Fikir verək. Başlaram.
Bu məqamlara fikir verək, ar çəkilsin deyə. İndi burada əslində sözün sonu saitlə bitir. Yəni söhbət ar çəkiltisinin A saitinin düşməsinə fikir veririk. Ağla sözün sonu saitlə bitir. Saitlə də şəkilçi toqquşduğuna görə biz bəzən elə bilirik bu şeirdədir belə, amma bəzi sözlərdə də var. Başlaram, başlayaram yox, başlaram şəklində də sözün sonu saitlə bitəndə bəzi məqamlarda ar şəkilçisinin A saiti nə edə bilir? Düşə bilir. Yəni mış şəkilçisində də biz bunu demişdik. Gəlmişsiniz. Burada ş düşə də bilir, yəni yazılmaya da bilir, yazıla da bilir. Hər ikisi doğru məqamdır. Bu məqama da diqqət eləyək, yadımızda qalsın. Bəzi məqamlarda gələrlər sözünə baxaq. Gələrlər. Onlar gələrlər, gələcək zamandır, düzdürmü? Amma əslində gələrlər sözünə də baxaq. Gələrlər. Gələrlər sözü arzu şəklidir, düzdürmü? Gələrlər sözündə isə r samiti çevrilib l ola bilir tələffüzdə. Gələrlər. Yəni bu tələffüz forması belə yaranır. Arzu şəkli ilə bəzən elə testdə uşaqlar bunu nə deyirlər, çaşırırlar. Bu məqamlara da nə etmək lazımdır? Diqqət etmək lazımdır. Bəzi məqamlarda da acaq şəkilçisindən sonra dır şəkilçisi deyilməyə də bilir. Məsələn, yazılacaqdır əvəzindən yazılacaq. Dərnəyə yazılacaq. Uşaq yatıbdır əvəzinə uşaq yatıb. Yəni bu dır şəkilçisini biz bəzi məqamlarda deməyə də bilirik. Nəyə görə demirik? Çünki danışıqda yüngüllük yaranır. Məişət dilində bunu deməmək də olur. Bu məqamlara da nə etmək lazımdır? Fikir vermək lazımdır. Məsələn, başlayırıq şəklin başlayırıq. Yəni bu tələffüz məqamlarına da fe'lin şəkillərində nə etmək lazımdır? Diqqət eləmək lazımdır. Bəzi də məqamlar var ki, həmin məqamlar testlərdə bizim qarşımıza çıxır və bu anında da anlayış gətirmək, yəni testləri təhlil edəndə həmin məqamlara toxunaraq testlər üzərində də təhlillərimiz olacaq. Növbəti çəkilişimizdə fe'lin şəkilləri haqqında dediyimiz bu qədər. Videomuz, izahımız xoşunuza gəldisə, dəyər verməyi, dəyərləndirməyi siz də qarşılıqlı olaraq bizə kömək edin. Hər birinizə təşəkkür edirəm izlədiyinizə görə. Bəyən və abunələrinizi gözləyirəm.